Azərbaycan musiqi sənətində, tar sənətində xüsusi imzası olan, dəsti xətti olan böyük sənətkar, unudulmaz insan, xalq artisti, professor Ramiz Quliyevin bu kadrlarını izləmək həqiqətən hər birimizin qəlbində bir kövrəklik hissi yaradır. Allahdan böyük sənətkarımıza rəhmət diləyirik. Bugün biz Ramiz Quliyev işığına yığışmışıq və mən böyük məmnuniyyətlə verilişimizin qonaqlarını sizə təqdim etmək istəyirəm. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Tədqiqat Laboratoriyasının müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə xanım İsmailzadə bugün bizim verilişimizdədir. Xoş gəlmisiniz Nuridə xanım. Və demək olar ki, bütün verilişlərində, mənimlə olan bütün söhbətlərində Ramiz Quliyevin fəxrlə adını çəkdiyi Əyyub Quliyev bugün verilişimizdədir. Ramiz Quliyev ocağının yadigarlarından biri. Əyyub müəllim, bilirsiniz ki, əziz tamaşaçılar, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijorudur. Qara Qarayev adına Dövlət Kamera Orkestrinin dirijoru, Bakı Musiqi Akademiyasının dosentidir və əməkdar artisti. Mən hər birinizə dərin təşəkkürümü bildirirəm bugün bu verilişdə olduğunuz üçün və əlbəttə ki, Ramiz Quliyevin sağlığında sonuncu verdiyi müsahibə məhz ustad dərsi verilişinə olub. Bugün mən özümdən sağda, bax bu səhnəyə baxanda istər-istəməz necə deyim, nostalji mi deyim, kövrək hisslər mi deyim, doğrudan elə hisslər var ki, onları sözə çevirmək olmaz. Yəqin ki, burada əyləşən sənətkar dostlarımız da bununla razılaşarlar. Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Sahib Paşazadə bugün buradadır və bugün Tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Səxavət Məmmədovu gördüyümüz üçün çox şadıq. Əməkdar artist Tarzən Vüsal İskəndərzadə də verilişimizə xoş gəlib və bizim əzizimiz pianoçu Sevinç xanım Kərimova, sizi də salamlayıram. Doğrudan bu insanların əhatəsində olmaq və eyni zamanda Ramiz Quliyev haqqında danışmaq olduqca həyəcan vericidir, əziz tamaşaçılar. Ramiz Quliyevlə bağlı ən gözəl xatirələr səslənəcək bugünkü verilişimizdə. Elə deyil, Nuridə xanım? Bəli, biz bugün dünya şöhrətli, ustad sənətkar, bizim əzizimiz Ramiz Quliyevin xatirəsini yad etmək üçün burada yığışmışıq. Ustad kimdir? Ustad öz peşəsinə tam yiyələnmiş, sənəti ilə zirvələrə qalxmış, özündən sonra məktəb buraxmış insana ustad deyərlər. Və bütün bu kriteriyalar əlbəttə ki, Ramiz müəllimdə var və Ramiz müəllim əsl ustad sənətkardır. Və siz Ramiz müəllimlə biz son zamanlar çox ünsiyyətdə olmuşuq və hamımız onu tanıyırıq bir möhtəşəm bir ifaçı kimi. Amma Ramiz müəllim gözəl pedaqoq idi. Onun tələbələrini siz təqdim elədiniz. Hər biri bu dəqiqə Azərbaycanda tanınmış simalardır. Tələbələrə, müəllimlərə ən birinci tövsiyəsi postanovka deyilən bir anlayış var idi. Yəni necə oturmaq, tarı necə düzgün əldə tutmaq, yəni ayağı necə qoymaq, ayağın pozisiyası, yəni tarı necə kökləmək, ən elementar məsələlərdən tutmuş, ta çətinliyə qədər hamısını başa salırdı. Burada əyləşən hər bir tarzən, bizim əziz, dəyərli musiqiçilərimizin hər biri Ramiz müəllimin necə müəllim olduğunu çox yaxşı bilirlər. Amma Əyyub müəllim fərqlidir. Ramiz müəllim onun nəinki sənət müəllimi, hətta deyərdim ilk müəllimi, eyni zamanda həyat müəllimi olub. Elə deyil Əyyub müəllim. Və Ramiz Quliyev həmişə danışanda sizlə o qədər fəxr eləyirdi və elə danışırdı ki, sanki başqa bir dirijor haqqında danışır, sanki Əyyub müəllim, belə deyim də, heç onun oğlu deyil, o sizə bir oğlu kimi yox, bir sənətkar kimi qiymət verirdi. Və mən əminəm ki, bu cür yanaşma, valideynlərin övladlara bu cür yanaşması övladları təvazökar eləyir, bu bir. İkincisi də məsuliyyətli eləyir. Əvvəla mən təşəkkürümü bildirirəm sizə, hamınıza, həm öz adımdan, həm ailəmizin adından ki, belə bir gözəl bir verilişdə, hansını ki o özü həmişə izləyirdi. Bəli. Sağlığında və bu verilişi ərsəyə gətirirsiniz. Burada gözəl sənətkar dostlarımız əyləşib, onun sevimli tələbələri əyləşib. Bakı Musiqi Akademiyasındakı sinifdəki abu-havanı mən hər zaman evdə də hiss edirdim. Çünki onun həqiqətən işinə, yaradıcılığa, musiqiyə,
tələbələrinə olan münasibətini eyni ilə sanki elə bil skan eləyirdi, köçürdürdü evinə və mənə ötürürdü onu. Yəni heç vaxt mən elə bir şey hiss eləməmişəm ki, sən mənim övladımsan, sənə bunu eləmək olar, onlara olmaz. Qətiyyən, həmişə bərabər məndən çox tələb eləyirdi. Artıq Dövlət Konservatoriyasına qəbul olduğu ildən, 64-cü ildən pedaqoji fəaliyyətlə məşğul olurdu. Yüzlərlə tələbəsi vardı Ramiz müəllim. Onların eləsi var ki, dünyasını dəyişib. Elələri var ki, fəaliyyətdədirlər, yaşlı nəsildir, xarici ölkələrdə də var, Azərbaycanda da var, orta nəsildə var, gənc nəsildə var. Maşallah, indi onlar tanınmış sənətkarlardır. Eləsi var, xalq artistlər də var, əməkdar artistlər də var. Bax, görürsünüz, parlaq simalar da, mənim dostlarımdır, əzizlərimdir. Tələbələri evə çağırırdı, evdə məşğul olurdu. Çünki çoxu idi tələbələri. Dövlət Konservatoriyasında məşhur 406-cı otaq var, bilirsiniz də o məşhur otaq. İndi otağın böyündə onun portretini asıblar. Çox təsirlidir mənim üçün həqiqətən. Mən bir-iki şeyləri o vaxt görürdüm. Hələ uşaq vaxtı da mən 90-cı illərin əvvəllərində tarla məşğul olduğum dövrlərdə də görürdüm ki, o gəlməmişdən bir neçə saat öncə tələbələri gəlib orada məşğul olurdu. Yəni elə bir münasibət var idi ki, dərslərə tələbələr toplaşırdı. Biri pəncərənin qarşısında, biri koridorda, biri o tərəfdə piyezanı salırdılar, məşğul olurdular ki, indi Ramiz müəllim gələcək. Və o saatlarla məşğul olurdu. Çatdıra bilmədiyi tələbələri dəvət edirdi evə. O səslərlə böyümüşəm mən. O deyirlər, musiqi ilə yoğrulan adam. Sonra da gəldim, mən elə oldu ki, artıq böyüdüm. İlk tar duetimiz oldu, xatırlayırsınız, 94-cü ildə çıxış elədik. Sonra Mislav Rastropoviç, görkəmli böyük musiqiçi, Bakıya gəlmişdi onun yubileyində. Bizim ulu öndərimiz Heydər Əliyevin qarşısında konsertlərimiz oldu, çıxışlar oldu, səfərlər oldu. Sonra elə oldu ki, Bakı Musiqi Akademiyasında mən qəbul olunda 2 fakültə üzrə qəbul olmuşam. Həm dirijorluq, həm də tar sinfinə. Sonra mən artıq tam keçdim xor dirijorluğuna. Amma o bir il heç yadımdan çıxmır. Rəsmi ki, tələbə var. Bilirsiniz, məni necə qəbul edirdi? Sanki elə bil ki, mənim atam deyil, mən də onun övladı deyiləm. Gəlin, keçin içəri. Oturun, nə çalırsınız? Akkolay konsert, buyurun, zəhmət olmadı. Bax, belə. Yəni, çünki orada tələbələr vardı, piyanistlər vardı. Əməlli başlı da danlayırdı məni, tənqid də eləyirdi. Gələn dəfə bunu hazırlamaq lazımdır, bunu eləmək lazımdır. İmtahan da verəndə yığırdı bütün kafedranı, soruşun. Bax, hər şey, bax, belə işləyirdik biz. Onun nəticəsində mən sizə deyim ki, bir musiqiçi kimi, bir insan kimi formalaşmışam. Yəni, baxmayaraq ki, mən dirijorluqla məşğulam, amma bilirsiniz, belə deyim də, o meyarlar qalıb da, o sistemlə işləyirəm mən. O dəqiqlik, o cədvəl. O məsuliyyət, o disiplina. Xarici gedirdim, mənə deyirdi, bax, səhnəyə çıxanda bunu eləmək olmaz, bunu eləmək olar. Yola çıxırsam bunu eləmək olar, buna fikir ver, bunu bil. Bax, belə, mən artıq səfərə çıxanda o müəyyən o şeylə işləyirəm. Çünki o məni artıq formalaşdırmışdı. Səhv eləmirəmsə, Hacı Xan Məmmədovun konserti idi, ifa eləyirdik. Ya Polşa idi, ya Macaristan idi. Mən də dirijorluğa təzə başladığım bir dövrlər idi. Biz başlamışıq, orkestr ilk dəfə ifa eləyir. Nətərsə oldu, çox sürətli bir temp götürdük. Həddindən aşırı çox sürətli temp idi. Ramiz müəllim də elədi ki, ifa eləyir, görəm gedir, amma mənə çox diqqətlə baxırdı. Mən də tepizlə gedir, orkestrda saxlamaq olmur. İfa elədiyi zaman birdən bir də gördüm ki, yavaş mənə doğru gəlir, belə dirijorun o podiumu var, yavaş gəlir, belə görüm, sakitcə başlaydı, belə elədi, indi verəcəm, özün çalacaqsan. Müsahib müəllim, siz nə düşünürsünüz bu barədə? Xoş gəlmişsiniz. Təşəkkürümü bildirəm. Hər kəsə salamlayıram, bütün tamaşaçılara salamlayıram. Ramiz müəllim o sənətkarlardan idi ki, istəyir davranışı ilə, istəyir tar tutmaq ilə, istəyir səhnəyə çıxması ilə, istəyir nitq mədəniyyəti ilə, istəyir tara olan sevgisi ilə, tara olan münasibəti ilə. Yəni, inanınız ki, bax, mən bu siyahını saatlarla uzada bilərəm. Çünki Ramiz müəllim haqqında o dərəcədə mənim, həm canlı təmasda olmuşuq, həm onu hər zaman izləmişəm, həm səfərlərdə biz oyuna olmuşuq. Yəni, yaşımızın hər hansı dövründə də biz Ramiz müəllimə baxırdıq, istənilən bir sözündən özümüz üçün bir nəsə nəticə çıxarda bilirdi. Onu hər bir şeylə nümunə idi o. Siz özünüz də artıq bugün tarzənlər yetişdirirsiniz.
Və sizin təşkil etdiyiniz ayrı-ayrı konsert proqramlarında biz də bir tamaşaçı olaraq iştirak edirik. Və mən orada görürəm ki, o Ramiz müəllimdən gələn ənənə var, müəllim necə olmalıdır, Nuridə xanım dediyi kimi, ustad necə olmalıdır. O ənənələrə hər zaman danışıqla, duruşla, səhnə mədəniyyəti ilə hər zaman əməl etməyə çalışırsınız və əməl edirsiniz, örnəksiniz. Buna görə sizə minnətdaram. Mənə elə gəlir ki, ifada da siz o ənənəni necə yaşatdığınızı göstərəcəksiniz. Ona görə də biz sizi eşitmək istəyirik. Təşəkkürümü bildirirəm. Çox sağ olun. Mən də çalışacağım ki, hər hansı bir musiqinin ifadəsi ilə öz məhəbbətimi, öz sevgimi müəllimin ruhuna ithaf edim. Təşəkkür edirəm. Buyurun.
hazırıq. Futbol üzrə dünya çempionatında mübarizə davam edir. İlk görüşdə gözlənilməz şəkildə debutant Cabo Verde'nin müqavimətini qıra bilməyən İspanya millisi növbəti oyununa çıxır. Son Avropa çempionlarının rəqibi Mundialın startında Uruguayla heç-heçə edən Səudiyyə Ərəbistanının yığmasıdır. İspanya-Səudiyyə Ərəbistanı maçı. İyunun 21-i saat 20:00-da İctimai Televiziyanın canlı efirində. Viyana Filarmonik Orkestrinin yay gecəsi konserti tezliklə. Ramiz müəllim həmişə verilişlərə gələndə deyirdi ki, piano olacaq. Yəni o tarı pianosuz təsəvvür etmirdi. Nuridə xanım. Bilirsiniz, bax biz indi Ramiz müəllimin pedaqoji fəaliyyətindən danışırıq və onun maşallah görürsünüz necə virtuoz tələbələri var. Mən bir neçə gündür onun kitablarına baxırdım və bilirsiniz, Ramiz müəllim bir neçə dərsliyin və məcmuələrin müəllifidir. Və onları açıb baxdıqda inanın ki, deməli birinci sırada həmişə birinci əsər Üzeyir bəyin əsəri olardı. Çünki o Üzeyir bəyin bir vurğunu idi, aşığı idi Üzeyir bəyin. İnanın ki, hər dəfə Üzeyir bəyin haqqında danışanda onun yəni ənənələrindən danışırdı, onun statlarını gətirirdi və hiss olunurdu ki, onun yolunu daimi öz işində, öz fəaliyyətində davam etdirmək istəyir. Və birinci nömrə kimi ya Üzeyir bəyin Koroğlu operasına uvertura, ya misal üçün Arşın Malalandan görürsən ki, Əskərin ariyası və digər bəstəkarlar sonra gəlirdi. Misal üçün Müslüm Qamayevin radio marşı, Fikrət Əmirovun əsərləri, Nazim Əliverzibəyevin, Şəfiq Axundovun və digər bəstəkarların deməli tar və fortepiano üçün o özü işləyib, hazırlayıb, köçürmələr yaradırdı. Və nəinki Azərbaycan bəstəkarlarının, eyni zamanda xarici bəstəkarların da belə deməli əsərlərini fortepiano və tar üçün işləyirdi. Liszt'in ikinci rapsodiyasını tar və fortepiano üçün işləməsi, Brahms'ın əsərlərini, Rimski-Korsakovun, Glinkanın uverturasını deməli fortepiano və deməli tar üçün işləməsi. Yəni onun populyarlığı artıq tək Azərbaycanda deyil. Nuridə xanım, çox gözəl bir mövzuya toxundunuz. Biz tələbə ikən yadıma gəlir ki, Ramiz Quliyev məhz Hacı Xan Məmmədovun ikinci konsertini, Simfonik Orkestr ikinci konsertini Özbəkistanda ifa etmişdi. Və inandırıram sizə, bugünə qədər, bax gənc tarzənlər, oradakı o Kaşqar Rıbabı ifa edənlər, bugünə qədər həmin konsertin, yəni səs yazılarımı deyim, audio yazısımı deyim və müəllimlərini eşləyirəm. Bax bugünə qədər inandırıram sizə, üstündən keçib, bəlkə də 30 ilə yaxın müddətdə keçib. Və Ramiz müəllim o tarzənlərdən idi ki, yəni mən deyərdim bəlkə də o ilklərdən idi ki, xarici ölkənin orkestrin, simfonik orkestr ilə birlikdə, yəni təbii ki, yerli orkestrdə bir çox tarzənlər olmuşdu, yəni və bir çox konsertləri ifa etmişdi. Yəni Eyüp bunun şahidi oldu, hətta Eyüpdən də öncə olmuşdu ki bu. Yəni Rusiyada, Rusiya Xalq Şəğalətləri orkestrləri, bəli, onlara sözümü ona getirmək istəyirəm ki, yəni bax bunun bir çox ilklərə Ramiz müəllim imza atmışdı. Bax bu məqamlardan biri də odur. Ramiz müəllim dünya musiqisinə peşəkar yanaşırdı. Eyni zamanda Azərbaycan milli musiqisinin incəliklərini də çox gözəl bilirdi və onu o improvizə kimi istifadə edirdi. Və bir məsələni qeyd etmək istəyirəm. Ramiz müəllimin özünün sevdiyi tarzənlər olub. Məsələn, Hacı Məmmədov haqqında çox böyük bir fəxr hissi ilə danışırdı. Hacı Məmmədov da əlbəttə ki, dünya musiqisi nümunələri səsləndirib. Ramiz Quliyevin yaradıcılığında millilik, müasirlik və dünya musiqisi. Əyyub müəllim, siz özünüz də musiqiçisiniz. Bunu bizə izah eləyin. Ramiz müəllim xüsusi bir özəlliyi var idi ki, daima axtarışdaydı və hər zamanda konkret özü üçün bir meyarları təyin etdiyi üçün bilirdi ki, bax bu yol, bu xətt ən düzgünüdür, ən doğru olandır. Qəbul eləmədiyi nəsə bir şey varsa, konkret olaraq onu
o yoldan getmirdi. Mənə belə bir xatirə danışdı ki, deyir, Qurban Pirimovun xatirə gecəsini eləyirdilər Dövlət Akademik Opera Balet Teatrında. O zaman Mirzə İbrahimov bizim tanınmış dramaturgumuz, həm də çox yüksək vəzifədə çalışırdı. Sevdə xanım İbrahimovun atası. Deyir, o məndən xahiş eləmişdi ki, Qurban Pirimovun tarında bir muğam ifa eləyəsən və opera balet teatrında həm ruhunun qarşısına bir ehtiram olsun, həm də tarı səslənsin. Bilənlər bilir, tarın pərdələrini elə qurmuşdu ki, başqa tarzənlər ifa eləyə bilməsin. Ona görə mən dedim ki, xahiş elə mümkünsə tarı bir gün əvvəl mənə verin ki, mən o tarda biraz ifa eləyə bilim. Muzeydən o tarı gətirdik, gördüm ki, pərdələr artıq çürüyüb. Çox qədim tardı, amma çox gözəl tarı idi. Deyir, mən o gördüm ki, uyğun gəlmir bizim sistemlə. Mən başladım o pərdələri oynatmağa ki, mən ifa eləyəcəm, sonra xaric sevgiyə ifa eləyəcəm, onu ifa eləyə bilim. Mən deyir, çıxdım həmən günü, deyir, konsertdə. Əvvəl girişdə Qurban əminin yolunu ifa elədim. Sonra keçdim, öz yolumu ifa elədim. Pərvanə xanım, çox gözəl bir məqama toxundu. Təşəkkür edirəm. O hadisəni mənə Ramiz müəllim Kanadada danışıb ki, Qurban əminin yubileyində hətta Hacı müəllim yaxınlaşdı Ramiz müəllimə ki, sən o tarda necə ifa etdin? Yəni, o məqamlar var idi orada və eyni zamanda o həmişə deyirdi ki, Hacı müəllim mənim idealım olub. Yəni, kumirim də yox, idealım olub və ümumiyyətlə, bax, bugünkü gündə gördüyümüz Ramiz müəllimin davam etdirdiyi, o inkişaf etdirdiyi o məktəbin əsasını Hacı müəllim qoymuşdu. Yəni, tarla, fortepianocu olan əsərlər, xarici ölkə bəstəkar əsərləri və Ramiz müəllim o məktəbi çox böyük inkişaf etdirərək çox yüksək səviyyəyə çatdırdı. Yəni, Hacı müəllim onun xüsusi bir məhəbbəti var idi. İnandırıram sizi. Bir çox məqamlar var. İnşallah verilişdən əsasında onu danışarıq inşallah. Səxavət. Bəli, və mənə elə gəlir ki, mikrofonu Səxavətə verin. Ramiz müəllim son illərdə daha çox Səxavətdən danışırdı. Siz də xoş gəlmişsiniz verilişimizə. Çox sağ olun. Salamlayıram mən də sizi. Ustadla bizim çox böyük xatirələrimiz var. Hardasa 2012-ci ildə mən o zamanlar bizim ana televiziyamızda çalışırdım. Solist qismində qonaqlar dəvət olunurdu. Ramiz müəllim də bir gün dəvət olundu. Belə keçdi otağa, bizim məşq prosesi idi. Biraz belə həyəcanlandı. Gördüm, əllərimiz hamı əsməyə başladı. Uşaqlar tək deyildim də, bir 4-5 nəfər var idi. Başladıq məşqləri yavaş-yavaş biraz özümüzə gəldik. Çünki heç vaxt belə canlı ünsiyyətdə olmamışdıq. Mən o zaman konsermester idim. Hər zaman yaxın idim Ramiz müəllimin mizrab tutmağına, tarı necə əl qolunu açır, hamısına fikir verirdim. Bir özüm üçün də örnək, hamısını bir yığırdım. Bir gün də belə bir səfər oldu İran İslam Respublikasına, Beynəlxalq Fəzr Festivalına. Belə kasting oldu, Ramiz müəllim seçdiyi ifaçıları, o heyətə mən də daxil oldum. Səfər zamanı belə bir əsər ifa olundu. Ramiz müəllimin ən o parlaq ifalarından biri də Ay işığında. Bunu İranda da çox sevirdilər. Hamı da ayaqüstə alqışlayırdı. Bu əsərin ifasından qabaq bir balaca biz tez başladıq. Hamısı kökləndi. Sarı simin biri biraz bəm oldu. Ramiz müəllim baxdı, hiss elədim, amma artıq başlamışdıq. Ramiz müəllimin əl gücü çox fərqli idi. Onun melizmləri, trelləri özünə məxsusu idi. İfa elədi, heç hiss olunmadı. Səhnə sürprizləri sevir. Hər bir şey ola bilər. O səhnədə çıxdığın məqamı heç vaxt arxada sən məşq eləsən də alınmaz. Mən əminəm ki, həmin o konsert salonlarında siz biri-birindən fərqli, maraqlı ifalar nümayiş etdirirsiniz. Xahiş edirəm birini də ustad dərsində bizim tamaşaçılarımıza göstərin. Biz Sevinç xanımı yola salırıq və Səxavət Məmmədovu pianoda Rəcəb Zeynalov müşayiət edəcək. Rəcəb bəy, buyurun.
Müharibə bitdi, sülh başlayır. ABŞ və İran razılaşmanı nəhayət imzaladı. Bu savaşda qalib və məğlub kim oldu? Tərəflərin düşmənliyinə son qoymaq mümkün olacaqmı? İranla müharibəni bitirən Trump Ukraynada savaşa son qoyacağını deyir. Zelenski qərbdən yeni silahlar alır, Moskvada neft bazaları vurulur, Rusiyada yanacaq böhranı yaşanır. Rusiya-Ukrayna cəbhəsində nə gözlənilir? Vətən sevgisini çadıra sığdıran Laçınlılar. Onlar evlərinin bərpasını gözləmədən Hocazda daşların arasında özlərinə yeni həyat qurublar. Yurduna bağlı insanların təsirli həyat hekayələri İTV Xəbər yekunda. Həftənin gündəmini yenə İTV Xəbər yekun təhlil edir. Bazar günü saat 19-da. Müasir aşıq havalarıyla görüşünüze gelmişik. Suçutundan keçirmədin, bal sevdan içirmədin. Aşıqlıq sənəti ağır sənətdir, aşığı ustadlar yetirməlidir. Baxmasın kim deyir, görsün nə deyir, hərədən bir kəlmə götürməlidir. Bu sabah nə göysək, qaya qırana. İllər ötür, yaş üstünə yaş gəlir. Zirvələrə ucalırıq səndən. Ötən ömrün xatirəsi qocalmır, tək özümüz qocalırıq səndən. Sənin kəhli eşqin yuva qurubdur. Ozan Məclisi. Bazar günü saat 16:00'da. Viyana Filarmonik Orkestrinin yay gecəsi konserti tezliklə. Arda qapıya baxın, zərbə edir, qola baxın. Ronaldo və bu dəfə alındı. Messi də görülür, vurur topu Leo Messi. 9'luğa vurur. Zərbə. Bu finaldır, fantastika. Qapıya doğru zərbə və gol. Saka. Kosmik save, inanılmaz refleks. İlahi müdaxilə. Biz hazırıq. Futbol üzrə dünya çempionatında ikinci turun oyunları keçirilir. İlk görüşdə Nizerland yığmasından xal alaraq iddiasını ortaya qoyan Yaponiya millisi bu dəfə qələbəni hədəfləyir. Samuraylar mundialın startında ağır məğlubiyyətlə üzləşən Tunis seçmə kollektivi ilə qarşılaşır. Tunis-Yaponiya maçı iyunun 21-i saat 8-də İctimai Televiziyanın canlı efirində. Əyyub müəllim, siz daha yaxın idiniz əlbəttə ki, daha çox nə düşünürdü, gələcəklə bağlı arzuları necə idi, nəyi sizə tez-tez tövsiyə edirdi? Mən xarici ölkələrdə tez-tez oluram, bəli. səfərlərdə olurdum ya işlə əlaqədar çıxışlarımız olurdu. Mən hiss eləyirdim ki, o daha tez-tez mənə görmək istəyir və hətta mənə öz belə deyək, iradını bildirmişdi və demişdi ki, inciyirəm səndən. Deyirəm, niyə? Deyir, sənin sorağını başqa adamlardan alıram. Yəni, sən mənə demirsən hansı ölkəyə gedirsən. Başqa adamlar gəlir mənə deyir ki, Əyyub indi misal üçün Almaniyada çıxış eləyir ya Rusiyada çıxış eləyir ya Amerikada. Deyirəm, çatdıra bilmirəm də, işlərim olub, partitura orada, hazırlıq işləri. Üzülüb deyir, sən həmişə məni məlumatlandırmaz. Özü bir-bir məndən soruşurdu ki, hansı ölkəyə gedirsən, nə ifa eləyəcəksən, hansı simfoniyalardır, hansı əsərlərdir, hansı orkestrdir, hər şeyi bilmək istəyirdi. Çox ailə canlı bir insan idi, gözəl ata idi, gözəl baba idi. Övladlarını həmişə arxa olub, mənə və qardaşıma, Eminə, həmişə bizi diqqətdə saxlayırdı. Bizim çətinliklərimiz olanda biz hər zaman ona müraciət eləyə bilirdik. Bizi dinləyə bilirdi və bizə dəstək olurdu. Həmişə onun tövsiyələrini nəzərə alırdı. Çünki onun məsləhətləri çox önəmli idi bizim üçün. Amma bir şey heç vaxt unutmuram və bu mənim üçün də bir meyil olacaq ki, hər zaman evdən tar səsi gəlirdi. Mən əminəm ki, o hər dəfə Vüsal İskəndərzadəni də görəndə
ən maraqlı söhbətləri məhz tarla bağlı olurdu. Elə deyil Vüsal bəy? Bəli, düz buyurdunuz. Ramiz mənim böyük sənətkar idi, sözsüz. Biz tarzənlər hər zaman onunla fəxr edirdik və uşaq yaşlarımızdan əlbəttə ki, ona bənzəmək istəyirdik. Ramiz mənim barədə çox xatirələrimiz var bizim. 7 il mən onun tələbəsi olmuşam. Həm bakalavr dönəmində, həm magistr dönəmində. Yadımda qalan bir məqam mənə həmişə belə fərəhləndirirdi. Birinci kursda o məni öz sinifinə qəbul elədi. İlk dərsimə gələndə yadımdadır, mən 1 saat tez gəlmişdim. Amma gördüm ki, Ramiz müəllim məndən də qabaq gəlir. O vaxtından öncə 2 saat öncə demək olar gəlmişdi və mən 406-cı sinifdə o səsləri eşidirdim və bilirdim ki, Ramiz müəllimə mane olmaq olmaz. O ifa eləyirdi, məşğul olurdu və orada pəncərənin qarşısında tarı açdım yavaş-yavaş. Özüm üçün məşq eləməyə başladım ki, indi mən Ramiz müəllimlə üzbəüz oturub ifa eləyəcəm. Birdən qapı açıldı, Ramiz müəllim çıxdı. Vüsal, oğlum, gəlmisən? Nə tez gəlmisən? Mənə dedi ki, bəs çox xoşum gəldi, sən çox məsuliyyətlə yanaşırsan dərsə. Buyur sinifə. Ramiz müəllimin o münasibəti mənə çox xoş gəldi. O qədər belə doğma yanaşdı ki, mən özümü çox, o həyəcanım da itdi. Sonra özümü çox belə rahat hiss elədim. O şəraiti yaratdı mənim üçün. Vüsal, məncə siz ifa etsəniz, Ramiz müəllimin də ruhu şad olacaq. Bizim tamaşaçılarımız da zövq alacaqlar. Çünki elə bir əsər ifa edəcəksiniz ki, səhv etməmsə dalğalardır. Dalğalar, bəli. Ramiz Mirişlinin sevimli, gözəl. Mən əsəri deyərdim. Bu mahnılar, adi mahnılar deyil, onlar əsərlərdir. Əlbəttə ki, böyük sənətkarımız Ramiz müəllim də o mahnılara, əsərlərə müraciət edəndə onları mahnı halından çıxardıb əsər halına demək olar gətirirdi. Biz onlara artıq adi mahnı kimi qulaq asmırdıq. Onlara böyük bir, gözəl bir əsər kimi, kiçik də xırda həcmli olsa da onlara əsər kimi qulaq asırdıq. Və Ramiz müəllimin ümumiyyətlə sənətə, mədəniyyətə münasibəti, tələbələrinə münasibəti, tara münasibəti o unudulmazdır əlbəttə ki. O bizim üçün çox böyük bir təcrübədir, çox böyük bir motivasiya oldu. Həyatımızda da, sənətlə məşğul olduğumuz dövrlərdə də bir daha ona Allahdan qəni-qəni rəhmət diləyirəm, ruhu şad olsun. Çox sağ olun və icazənizlə biz Rəcəb Zeynalovu, pianoçumuzu yola salaq və Səməd Mövləvini dəvət edək. Çünki Vüsalı Səməd bəy müşahidə edəcək pianoda.
Təşəkkür edirəm, çox sağ olun. Bugün biz böyük sənətkarımızı yad etdik. Onunla bağlı ən gözəl xatirələr danışıldı bugün. Bir daha var olasınız və əziz musiqiçilərimiz, əziz tarzənlər, siz sağ olun, var olun ki, Ramiz Quliyev ənənələrini bu cür yaşadırsınız, davam etdirirsiniz. Siz artıq özünüz də müəllimsiniz, sizin özünüzün də Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyiniz tələbələriniz var. Mən hər zaman yolunuzun işıqlı olmasını arzu edirəm və bu arzu ilə də verilişimizi yekunlaşdırmaq istəyirəm. Bir daha təşəkkür edirəm. Ramiz müəllim həmişə bir yaxşı şey görəndə, bir yaxşı bir tədbir, yaxşı bir kitab, bir şey görəndə deyirdi ki, yaxşı, gözəl bir ifa görəndə deyirdi ki, yaşayıb yaratmağa dəyər. Bax, bu musiqiçiləri görərək doğrudan da yaşayıb yaratmağa dəyər. Əsl Ramiz müəllimin barmaqlarını eşitdik, onun məktəbini gördük. Mənə gəlir ki, nə qədər ki bizim belə istedadlı, bizim dəyərli ifaçı, həmkarlarımız, dostlarımız olacaq. Onların ifası Ramiz müəllimin sənətinin davamıdır. Nə qədər ki Azərbaycan musiqisi, musiqi mədəniyyəti var və Azərbaycanın o gözəl dəyərləri yaşadan xalqımız var. Ramiz Quliyevin adı yaşayacaq, onun sənəti yaşayacaq, onun mirası hər zaman bizimlə bərabər olacaq. Təşəkkür edirəm bir daha. Çox sağ olun. Əziz tamaşaçılar, unudulmaz sənətkar, Azərbaycan musiqi sənətində, tar sənətində özünə məxsus dəsti xətti olan professor, xalq artisti Ramiz Quliyev sənətkarlığından danışdıq. Növbəti dərslərdə görüşmək arzusuyla. Sağ olun, salamat qalın.